Sabahınız xeyir olsun Çinarə. Bəli, su çərşənbəsinin havası necə olacaq? Yəni ayın 24-də proqnozlaşdırılan hava necədir? Bununla bağlı məlumat verək. Hazırda müşahidə etdiyimiz faktiki havanı izləyicilərin diqqətinə ilk olaraq çatdırım. Şaxtalı havadır, buludludur və çiskin arabir müşahidə olunur. Elə Milli Hidrometeorologiya Xidmətindən də bildirilir ki, səhər və axşam saatlarında paytaxtın bəzi ərazilərində çiskin olacaq. Eyni zamanda şimal-şərq küləyi əsəcək. Axşama doğru külək şimal-qərb küləyi ilə əvəzlənəcək. Bəzi hallarda, bəzi saatlarda küləyin sürəti artacaq. Eyni zamanda temperatur da açıqlanıb 9 dərəcəyə kimi paytaxt ərazisində isti olacaq. Yəni ötən günlərlə 4 gün, 5 gün əvvəlki günlərə nəzər salsaq temperatur aşağı düşüb. Çünki günəşli hava müşahidə olunurdu. Və temperatur necə olacaq? Gecə saatlarında qeyd olunur ki 3-5 dərəcə isti, gündüz saatlarında isə 5-9 dərəcə isti olacaq. Nisbi rütubət də artıb. Qeyd eləyək ki nisbi rütubət 4 mm artıb. Bundan əlavə atmosfer təzyiqi də açıqlanıb. 70-80% nisbi rütubət təşkil eləyəcək. Bundan əlavə bölgələrlə bağlı da məlumat verək. Çünki çərşənbələri bölgələrdə daha belə deyək geniş şəkildə adət-ənənə ilə qeyd eləyirlər və ocaqlar qalanır axşam saatlarında. Ona görə də oranında hava proqnozu izləyicilərə maraqlıdır. Bölgələrdə isə hava əsasən dəyişkən buludlu olacaq, yağıntılı olacaq. Əsasən də şərq rayonlarında qeyd olunur ki, intensiv xarakterli yağış hökm sürəcək. Yüksək dağlıq ərazilərdə, dağ-ətəyi rayonlarda isə elə ötən günlərdəki kimi bu gündə sulu qar və qar yağacaq. Temperatur aşağı düşəcək, yollar buz bağlayacaq. Bölgələrdə isə şərq küləyinin əsəcəyi proqnozlaşdırılır və bölgələrdə də bəzi ərazilər üzrə əsasən də şimal bölgəsində küləyin sürətinin artma ehtimalı var. Və havanın temperaturunu da açıqlayaq. Bölgələrdə qeyd olunan məlumat ondan ibarətdir ki, 3-4 dərəcə isti olacaq bölgələrdə axşam saatlarında, gündüz saatlarında isə paytaxt ərazisindən bir qədər yüksəkdir temperatur və qeyd olunan məlumat ondan ibarətdir ki, 9-13 dərəcə isti olacaq. Amma dağlıq dağ-ətəyi rayonlara gəldikdə temperatur olduqca aşağıdır. Gecə saatlarında 0-5 dərəcə şaxta, gündüz saatlarında isə 3-8 dərəcə isti olacaq deyə Milli Hidrometeorologiya Xidmətindən bildirilir. Və duman müşahidə olunacaq bölgələrdə. Ona görə də səhər və axşam saatlarında yollarda görünüş məsafəsi də məhdudlaşa bilər. Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bəzi ərazilərdə 500, bəzi ərazilərdə isə 800-1000 metr məsafəyə qədər görünüş məsafəsi məhdudlaşacaq. Təbii ki, bu halda Dövlət Yol Polisi İdarəsinin də müraciəti yada düşür ki, görünüş məsafəsi məhdudlaşdığı halda havaya uyğun sürət həddini nəzərə alsınlar, nasaz avtomobillə yola çıxmasınlar. Eyni zamanda vurğuladıq ki, qarlı hava səbəbindən yollar buz bağlayacaq bölgələrdə. Ona görə də səfərə çıxanlar bunu nəzərə alsınlar və yaxud da dağlı dağ-ətəyi rayonlarda hərəkət eləyənlər diqqətli olsunlar. Bəli, Çinarə hava proqnozu ilə bağlı izləyicilərimizi məlumatlandırmağa çalışdım. Hələlik məndən bu qədər. Söz yenidən xəbər mərkəzində.